eşidin. Ay, qulaqlarını açın, amma kar olanlar, Qur'anda var, qulaqları ama kardılar, gözləri var, kordular. Dilləri var, amma laldılar. Haqqı söyləməyə cəsarətləri yox. Batini söyləyib, haqqı demirlər. Haqqı eşitməyə ləyaqətləri çatmır. Nədirlər? Kardılar. Həqiqəti görməyə gözləri olsa da kordular. İndi məsələ nədir? Əmir əl-Möminindən 300-ə yaxın ayə var Qur'an-ı Kərimdə. Allah da bəzi şeyləri məxfi saxlayır ki, insan özü çalışsın, özü vuruşsun o həqiqətə çatmaq üçün. Yəni elmi ilə, savadı ilə, düşüncələri ilə. İndi Əmir əl-Möminin əleyhissalatu vesselamın Leylətul Məbid ayəsi gecə ki Peyğəmbərə əmr oldu ki hicrət elə ya Rasulallah öz yerində kimi qoydu? Həzrət Əlinin amma deyir ki Allahın razılığını qazanmaq üçün öz canlarını satdılar. Kimə? Allaha. Allah da öz bəndələrinə mehribandır. İndi diqqət etirin. Bu Əmir əl-Mömininə aiddir. Bir dənə tapın o səhabələr, Həzrət Əlidən başqa bir dənə səhabə tapın ki, Həzrətə olan ayələri qədər orada Qur'anda aid. Demişsiniz Qur'an, bu da Qur'an. Bu da Qur'an. Demişsiniz ki, Qur'an bizim başımızın üstündədir, qəlbimizdədir. Əgər qəlbimizdə Əliyə məhəbbət yoxsa, bu Qur'anı 100 başa qoy günən. Bu Qur'anı 100 deyilən ki, mənim qəlbimdə. Əgər orada Əlidən bəhs edən ayələri qəbul eləməsən, dinin kamil deyil.